Güya mənim sözümü rədd eləməyə çalışır. Çünki mən nə dedim? Keçmiş dərsdə mən dedim ki, Allahu Teala Qurani Kərimdə deyir ki, radiyallahu anhum və radu anh. Allah onlardan, yəni sahabələrdən razıdır. Onlar da Allah'tan. Bakın, bu barədə 5 tane ayə var Qurani Kərimdə. Birinci adlarını deyəcəyəm, ünvanlarını, ondan sonra təfsilatı keçəcəyəm. Birincisi El-Meydə surəsi 119-cu ayə, ikincisi Ət-Tövbə surəsi 100-cü ayə, üçüncüsü El-Fəth surəsi 18-ci ayə, dördüncüsü El-Mücadilə surəsi 22-ci ayə və beşincisi El-Beyyinə surəsi 7-ci, 8-ci ayədə Allah subhanahu wa ta'ala sahabələrdən razı qaldığını bəyan edir. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daimu ala a'daihim ecma'in. Teymiyyəni müdafiə eləyən cahil iftirası, yalancı vəhabi, növbəti bəhslərinin birində güya şiələrin əleyhinə öz yalanlarını, iftiralarını müdafiə etmək üçün, isbat etmək üçün gətirdiyi ayələrdən biri Əl-Bəyyinə surəsi 7-ci və 8-ci ayələrdir. Deyir ki, Allah onlardan, yəni sahabələrdən razıdır və sahabələr də Allahdan razıdır mövzusunda 5 ayə var. 5-incisi olaraq Əl-Bəyyinə 7-8-ci ayələri qeyd edir və əslində bu ayələr vəhabilərin belini qıran ayələrdir. Onların əqidəsinin batıl olduğunu, özlərinin rüsvay olduğunu isbatlayan ayələrdir. Yəni ayələr onların öz əleyhinədir. Və bu ayə kifayət eləyir. Bundan sonra vəhabilər nə qədər Qurandan ayələr gətirsinlər, nə qədər hədislər gətirsinlər, heç bir faydası yoxdur. Niyə? Çünki o hədislərin, o ayələrin qabağına indi qeyd edəcəyim Əl-Bəyyinə surəsi 7-ci, 8-ci ayələri qoysaq kifayət edir. Çünki Qur'an-ı Kərim bütövlükdə qəbul edilməlidir. Bu vəhabilər gedirlər yəhudilər kimi bəzisini götürürlər, ayələri bəziləri qoyurlar kənara. Həmçinin təfsirdə də bəzilərini götürürlər, bəzilərini qoyurlar kənara. Elə başa düşürlər ki, bunlar düz başa düşüblər. Qur'anı bütövlükdə qəbul etmək lazımdır. Sən zehnüvə hər nə qədər sənin batıl fəhmində olan ayələri gətirsən ki, güya sənin iddiava dəlalət eləyir, İstər milyon dənə ayə gətir, milyon dənə hədis gətir fərzən, bu ayəni də onların qabağına qoysun, məsələ aydındır. Yəni açıq aşkar Allah Azza və Cəllə buyurub. Day bundan sonra da sən başa düşməsən, sən zəlalət əhlisən, sənin hidayətin mümkün deyil. Və güya öz aləmində Şeyx Tusinin rahimehullah və bəzi şia alimlərin təfsirlərini gətirir. Əlbəttə mən bu mövzu bunların kitablarından bir neçə dənə dəlil gətirəndən sonra şiə mənbəsində müraciət edəcəkdim. Çünki bu insanları çaşdırır, zəlalətə aparır. Güya şiə təfsirçilərinin və Şeyx Tusinin rahimehullah kitabından gətirir ki, təfsirindən. Güya Şeyx Tusi və şiə alimləri də bunun dediyi kimi deyiblər və bütün sahabələrin hamısının cənnətli olduğunu, Allahın hamısına razı olduğunu güya çatdırıblar. Bu ağ yalandır, iftiradır. Yəni yalançılıq eləyib iftira atma insanlara. Deməli, Əl-Bəyyinə surəsi 7-ci ayə və 8-ci ayə nə deyir? Hansı ki, bu ayəni bu bizim əleyhimizə gətirirdi. Özünün beli sındı bu ayələrlə. Allah Azza və Cəllə 7-ci ayədə belə buyurur. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnellezîne âmenû və amilussâlihâti ulaikə hum xayrul bəriyyə. Deyir, şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar. Tərcüməni də adətən Vəhabi tərcüməçisi Əlxan Musayevin kitabından gətirirəm ki, sonra belə deyək də narazılıq eləməsinlər ki, öz tərcüməsindən gətirdin. Deməli, 7-ci ayə nə deyir? Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar. Və bu sözü də kimə deyib Peyğəmbər sallallahu aleyhi və səlləm? İlk olaraq sahabələrə, Əbu Bəkir, Ömərə. Çünki bu xitab bütün qiyamətə qədər müsəlmanlara, bütün insanlara olsa belə, ilk olaraq bunu kimə deyib? Sahabələrə deyib. Deməli, iman gətirib salih əməl sahibləri. 8-ci ayə nə buyurur? Cəzauhum ində rabbihim cənnətu adnin təcri min təhtihəl ənhəru xalidinə fiyhə əbədə. Radiyallahu anhum və radu anhu zəlikə limən xəşyə rabbəhu. Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan içində əbədi qalacaqları ədin bağlarıdır. Allah onlardan razıdır, onlar da ondan razıdırlar. Bu nemətlər Rəbbindən qorxan kimsələrdən ötürüdür. Bu cümləyə diqqət edin. Zəlikə limən xəşyə rabbəhu. Bu qeyd edilənlər rızayət, Allahın razı qalması, cənnət bağları, orada əbədi qalmaq və s. Bunlar kimin üçündür? Limən xəşyə rabbəhu. Yaxınlaş monitora,
Eyney də taxçınan ey Vəhabi. Və böyütklə bu cümləni diqqətlə oxu və düşün. Zəlikə limən xəşiyə rabbəhu. Bu ayənin xüsusilə bu hissəsini nə qədər ayə gətirirsən gətir öz batıl iddialarını isbat etmək üçün bu ayəni kənara qoya bilməzsən. Çünki bu ayə Quranda var, nəsx edilməyib. Allahın sünnəsi bundan ibarətdir. Deyir ki, qardaşım, ancaq bu rizayət kimə aiddir? O kəslər ki, xəşiyə rabbəhu, Rəbbindən qorxurlar. O bizdə deyirlər, Rəbbindən qorx, Allahdan qorx. Onu niyə deyirlər? Bu sözün arxasında nə gizlənir? Yəni günah eləmə, məsiyət eləmə, Cəməl fitnəsini çıxartma, Siffeyn fitnəsini çıxartma, zamanı imamına qarşı çıxma, Əhl-i Beytə düşmən olma. İbn Teymiyyə demişkən, sahabələrin bir çoxu tabiindən, bir çoxu əlini söyürdü. Əlini söymə. Bunlar hamısı Qurani-Kərimin, dinin buyurduğu əmrlər və nəhiylərdir. Aydındır. Yəni bunlara riayət elə. Allahdan qorx, bunlara riayət elə. İndi sən İbn Teymiyyə, sən Vəhabi deyirsən, İbn Teymiyyə deyib bir çox sahabe və tabiinlər əlini söyürdülər. Biz nə qədər dəlillər gətirdik səhih bunların mənbələrindən. Sahabələrin bir-birinin haqqında sözləri, təhqirləri, alçaldıcı sözləri və s. və s. Deməli, nəticə nədir? Nəticə bundan ibarətdir ki, heç də o rizayət, heç də daimi deyil, heç də hər kəsə aid deyil. Limən o şəxsə aiddir. Bax, bunu yaxınlaşmayın, tora eynəyə də taxçınan ki, yaxşı görəsən. Və böyüt bu cümləni. Limən xəşyə rabbəhu. O kəs üçündür ki, Rəbbindən qorxur. Birinci sahabiyə aiddir, sonra təbiinə aiddir, sonra ətbəu təbiin ta bu günə qədər, bu gündən sonra da qiyamətə qədər hamıya aiddir. Heç kəsdə istisna deyil. Yox, Əbu Bəkir istisnadır, Muaviyə. Xeyr. Allahın heç kimdən qohumluğu yoxdur. Allah sünnə qoyub, qayda qanun qoyub, kim riayət eləsə, Allahdan qorxsa, bu cənnət bağları onun üçündür. İndi gələk bu şəxsin Şeyx Tusiyə rahiməhullah atdığı iftiraya. Sahabələr də əlhəmdülillah. Bunlar kimlərdir? Sahabələr də əlhəmdülillah. Və dolayısıyla sahabələrin cənnətli olmasının iqrarıdır. Birinci mənbə rafizilərin təfsirlərindən Şeyx-ü Taifə ləqəbli Ət-Tusi, hansı ki hicrətin 385-ci ilində anadan olub, 460-cı ilində vəfat edib, Ət-Tibyan fi Təfsiril Quran adlı təfsirində qeyd edir və deyir ki, 3-cü cild 101-ci səhifədə Thumma qal və kullən və'adallahul husnə. Sonra deyir, Allah Subhanahu taala deyir ki, və onların hamısına Allah-u Teala gözəllik vəd etmişdir. Və sonra deyir ki, təfsir edərək, yəni və'adallahul husnə el-mücahidinə bi envalihim və enfusihim vəl-qayidinə ulid darar vəl-murad bil-husnə həhunə el-cənnətu. Baxın nə deyir? Açıq aydın. Deyir, el-husnədən, əvvəlini tərcümə elədim, əvvəlini eləyim tərcümə bundan sonra. Allah-u Teala deyir ki, yəni Allah-u Teala malları və canları və xüsusən də onlara, yəni başçılıq edənlər, elə, onlara gözəlliklər vəd etmişdir. Ki, gözəllikdən də murad burada cənnətdir. Allahu Akbar. Bir də oxuyuram. Vəl-murad bil-husnə həxuna əl-cənnətu fi qavri qatada və qeyrihi minəl-müfəssirin və bihi qalə əs-suddi. Statın sonu. Deməli, burada husnədən murad nədir? Cənnətdir. Kimin qövlündə? Qatadənin və təfsirçilərdən başqalarının sözündə, qövlündə və Əs-Süddi də bunu demişdir. Həmçinin eyni kitabda, eyni müəllif kitabın başqa bir yerində Ət-Tibyan fi Təfsiril Quran kitabında 9-cu cild 523-cü səhifədə yenə də bəyan edir və deyir ki, fəqal və kullən və'adallahul husnə yəni əl-cənnə və səbəbu fiyhə. Deyir, Allah-u Teala'nın bu sözü ki, onlardan hamısına Allah-u Teala gözəlliyi vəd etmişdir. Gözəllikdən murad yəni cənnətdir və orada savabların olmasıdır. Və dolayısıyla bu, yəni sahabələrin hamısının cənnətdə olmasının açıq aydın iqrarıdır. Gedir bir neçə təfsir tapır. Yəqin də ərəb camiəsində götürüblər, kontekstdən çıxarıblar. Bu da götürüb tərcümə edib. Başını salır aşağı döşüyür. Tibyanda belə gəlib, cild bu, səhifə bu, bunu deyib və s. Düşün, bir ağıl işlətmək lazımdır. Biz o ayələri inkar eləmirik ki. O ayələrdə bəli Allah deyib ki, biz vəd verir. Gətirir ayəni ki, Allah vəd verib gözəlliklər və bu da cənnətdir. Şeyx Tusi belə deyir, rahiməhullah. Olsun, biz qəbul edirik. Biz demirik ki, belə deyil. Amma kimə aiddir onlar? İman gətirib salih əməl sahibi olanlara aiddir. Günahlardan çəkinənlərə aiddir. Allahın əmrlərinə itaat edənlərə aiddir. İndi biz Şeyx Tusini rahiməhullah kitabında müraciət edirik. Ət-Tibyan
Kitabı Ət-Tibyan fi Təfsiril Quran, Şeyx Tusi rahimehullah, cild 10, səhifə 391. Əl-Bəyyinə surəsi 7-8-ci ayələrin təfsiri. Nə deyirdi ayədə? Deyir: İnnellezine amenu və amilu salihati ulaika hum xayrul bariyyə. Həqiqətən də iman gətirib salih əməl sahibləri onlar məxluqların, yaradılmışların ən xeyirləridirlər. Cəzauhum ində rabbihim cənnətu adnin xalidinə fiyhə. Əbədə onların mükafatı Rəblərin yanında ədn cənnətləridir. Orada əbədi qalacaqlar. Radiyallahu anhum, Allah onlardan razıdır. Və radu anhu, və onlar da Allahdan razıdırlar. Gəlir çatır zəlikə limən xəşyə rabbahu sözünə. Diqqət edin, ey Vəhabi, burada da yaxınlaş monitora, eynək vur, diqqətlə bax. Deyir ki, ey, nədir yəni? Yəni bu sözün mənası zəlikə limən xəşyə rabbahu sözün mənası nədir? Ey, zəlikə rıda, deyir, yəni bu rizayət, deyir axı Allah onlardan, onlar Allahdan razıdır. Allahın razı qalması bu rizayət və səvabu və bu savab vəl xuludu fil cənnəti və cənnətdə əbədi qalmaq. Xulud yəni xalidinə fiha sözüdür. Həmin o deyir axı xalidinə fiha. Orada əbədi qalacaqlar. Və əbədi qalmaqlıq limən xafəllahə, o kəs üçündür ki, Allahdan qorxur, fətərəkə məasiyyəhu və məsiyyətlərini tərk edir, Allahın haramlarından çəkinir, Cəməl Siffin müharibəsini törətmir, əlini söymür, aleyhissalam. Və fəalə taatihi, və o kəs üçündür ki, Allaha itaat edib, Ömər kimi bidətlər gətirməyib, Osman kimi bidətlər gətirməyib, bidətlər uzbatından öldürüldü, Əbu Bəkir kimi xanım Zəhranı səlamullah aleyha qəzəbləndirməyib, evinə hücum çəkməyiblər. Özündən sonra bidət gətirib xəlifə təyin eləməyib, təyin etməyən insana aiddir. Ki, Peyğəmbər deyirlər, xəlifə təyin etməyib, bu Əbu Bəkir Öməri xəlifə təyin edib. Və sair bidətlər ki, eləyiblər. Səhih Buxarda, Müslimdə, öz kitablarında var. İnşallah qeyd edəcək onlarda. Bax, ey cahil Vəhabi, başını aşağı salıb filan cid, filan səhifə, filan cid, filan səhifə eləmə, düşün. Bu təfsirdə nə deyir Şeyx Tusi rahimehullah? Deyir, bəli, Allah onlara cənnətlər verib, hurlər verəcək, nə bilim, kef eləyəcəklər orada və s. və s. Amma şərti var. Behişt elə belə şey deyil ki, Muaviyə geçsin orada otursun, kef eləsin. Yox, o kəsə aiddir ki, Allahdan qorxur. Yəni nə? Yəni bu xeyir, cənnətdə əbədi qalmaq, rizayət, Allahdan qorxan, günahlarından çəkinən və Allaha itaət eləyən şəxslərə aiddir. Əlini söyənlərə aid deyil, ey cahil. Hətta bu məsələ Vəhabilərin bir nömrəli təfsirçi hesab etdikləri Təbərinin kitabında da gəlib. Baxın, binbaz.org saytına müraciət edirik. Vəhabilərin baş müftisi deyir ki, əhsənu kitabin fīmə alimtu fit təfsiri təfsir ibn Cərir. Deyir, ən yaxşı kitab, təfsir kitabları bildiyim qədərilə, təfsir kitabları arasında ən yaxşı kitab Təfsir ibn Cərir, İbn Cərir Təbərinin təfsiridir. Nə deyir bu kişi bu ayənin təfsirində? Təfsir-i Təbəri kitabına müraciət edirik. Təbərinin kitabı 12-ci cild Darul Kutub-ül İlmiyyə tərəfindən çap olunan nüsxə. Səhifə 658. Həmin ayəni qeyd eləyir. Cəzauhum ində rabbihim cənnətu adnin təcri min təhtihəl ənhəru xalidinə fiyhə əbədə radiyallahu anhum və radu anhu zəlikə limən xəşyə rabbəhu. Ayənin təfsirində nə deyir? Deyir ki, radiyallahu anhum, Allah onlardan razıdır. Bimə əta'uhu fid-dunya, bimə əta'uhu fid-dunya. O şeyə görə ki, dünyada ona itaat ediblər. Ömər kimi bidətlər gətirməyiblər. Əbu Bəkir kimi xanım Zəhranı səlamullah aleyha evinə hücum çəkib onu qəzəbləndirməyiblər. Ölənə qədər muslim deyir, danışdırmadı xanım Zəhra Əbu Bəkri. Muaviyə kimi, Təlhə kimi, Zübeyir kimi, Ayşə kimi Cəməl Siffin fitnələrini çıxarmayıblar, zamanı imamına qarşı çıxmayıblar. İbn Teymiyyənin dediyi sahabələr kimi əlini söyməyiblər. İtaət eləyənlərə aiddir. Və radu anhu, onlar da ondan razıdır. Niyə? Bimə ətahum, o şeyə görə ki, Allah onlara əta eləyib minə səvabi yevmə izin. Allahın axirətdə qiyamət günü onlara verdiyi savabdan ötürü razıdırlar. Bu savab nəyə görə verilib? Alə taatihim rabbəhum fid-dunya. Dünyada Rəblərinə itaat etdiklərinə görə. Allahın şərti var. Yox, apar Muaviyəni qoy behişdə kef eləsin. Neçə min tabeinin ondan sonra sahabənin qanının tökülməsinə bais olandan sonra həmçinin Ayşəni, Zübeyri, Təlhəni apar qoy cənnətə. Sonra nə deyir? Zəlikə limən xəşyə rabbəhu. Nə deməkdir bu? Deyir, həzəl xeyru
Ellezî vasaftuhu və va'adtuhu ellezîne âmenû və amilussâlihâti yevmel qiyâmeti. Deyir ki, bu xeyir rizayətdir, cənnətdə bədi qalmaqdır, razılıqdır və sair və sair. Hazal xeyrullezî vasaftuhu. Bu vəsf etdiyim xeyir və va'adtuhu və vəd etdiyim xeyir kimlərə vəd etmişəm? Ellezîne âmenû və amilussâlihât. İman gətirib salih əməl edənlərə vəd etdiyim bu xeyir yevmel qiyaməti, qiyamət günü limən xəşyə rabbahu, Rabbindən qorxan üçündür. Və Rəbbindən qorxan kimdir? Limən xafəllaha, o kəs ki Allahdan qorxur, fid dünya, dünyada, fi sirrihi və alaniyyətihi, gizlində və aşağıda Rəbbindən qorxur. Fəttəqahu və Allaha qarşı təqvalıdır. Bi-ədai fəraidihi, əmirlərinə, fərizələrinə, vaciblərini yerinə yetirməklə Allahdan qorxur, Allaha qarşı təqvalıdır. Və ictinəbi məasihi, və günahlardan çəkinməklə, Cəməl fitnəsindən çəkinməklə, Siffeyn fitnəsindən çəkinməklə, Xanım Zəhranın sələmullahi aleyhə evinə hücum etməkdən çəkinməklə, bidətlərdən çəkinməklə. Bax, budur Şeyx Tusi rahimehullah bunu deyir. Ağıl bunu deyir, məntiq bunu deyir, Allah bunu deyir. Sən milyon dənə hədis gətir, milyon dənə ayə gətir, öz batil fəhmi isbat etmək üçün xeyri yoxdur. Quranın məntiqi budur. Quranın ziddinə imam da, peyğəmbər də bir söz desə, yalandır. O imama nisbət verilən iftiradır. İmam elə söz deməyib. Çünki bizim üsul elmində də var, hədislərimiz var ki, Qurana zidd olan hər şeyi vurun kənara geçsin. Bizlik deyil, bizdən deyilməyib o sözlər. Budur Quranın məntiqi. O sənin vəhabi məntiqindir ki, minlərlə sahabinin, tabiinin qanını tökməyə səbəb ol, zamanı imamla qarşı çıx, əlini söy, Xanım Zəhranın evinə hücum elə, bidətlər gətir, ondan sonra nə günahlar eysən elə, narahat olma, get kef elə. Niyə? Çünki 50 il bundan qabaq bir dənə beyət eləmişsən Peyğəmbərə, Allah səndən razıdır, 50 il sonra get kef elə, günahların bağışlanıb. Xeyr, belə bir şey yoxdur. Günahın bağışlanması Quranda deyilsəydi, Peyğəmbər desəydi, ondan 50 il sonra insanların nə bəhanə düşərdi ki, dayı biz beyət eləmişik də kefdəyik. Bir də 50 il sonra nə günah oldu eləyik. Bu vəhabi ağlıdır, bu vəhabi məntiqidir. Sınıq, xəstə, şikəst məntiqidir. Nə Qur'anın, nə hədisin, nə əqlin, nə də ağıl sahiblərinin məntiqi deyil. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.